Biz heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcək ki, bizim işimizə qarışsın. Prezident İlham Əliyevin Dünya Azərbaycanlıların Həmrəyliyi günü və yeni il münasibəti ilə müraciətindəki bu ifadəsi dünya dövlətlərinə, dosta da, düşmənə də açıq mesaj idi. Dövlət başçısının xüsusilə son 5 ildə ordumuzun daha da gücləndirilməsinə diqqət çəkməsi də təbii ki, təsadüfi deyil. 5 il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu qələbə ilə əbədi olaraq fəxr edəcəkdir. Bəli, xüsusilə son 5 ildə dünya azərbaycanlıları fəxrlə, qürurla yaşayırlar. Əldə etdiyimiz qələbə son 200 illik tarixdə ilk dəfə itirilən torpaqlarımızın geri qaytarılması dünya tarixinə böyük hərflərlə yazıldı. Azərbaycanlılara münasibəti də yenidən formalaşdırdı desək, yəqin ki, yanılmarıq. Və ordumuzun gücü son 5 ildə daha da artırılıb. Proses indi də davam etdirilir. Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda xaricdən aldığımız silah və texnikanı ordumuzun potensialına əlavə edərək öz hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı. Xüsusi təyinatlı qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni yaradılmış komando qüvvələrinin say tərkibi minlərlə əskər və zabitdən ibarətdir. Ordumuzun gücünün artırılması ilə bağlı Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, bu müharibəyə hazırlıq demək deyil. Sadəcə, bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Çünki bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlı prinsipi. Əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada geniş miqyaslı silahlanma prosesi gedir. Belə olan halda biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Və bugün azad olunmuş ərazilərdə böyük quruculuq işləri sürətlə davam etdirilir. Növbəti illər üçün də bu istiqamətdə işlərin daha geniş vüsət alacağı şübhəsizdir. Qələbədən ötən 5 ildə artıq 70 minə yaxın insan öz doğma yurduna qayıdıb, əmin-amanlıq içərisində yaşayırlar. İndi dünya azərbaycanlıları əmin-amanlıq içərisində Azərbaycan dövlətinə arxalanaraq yaşayırlar. Onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hər bir Azərbaycanlının hansı ölkədə yaşamasından asılı olmayaraq taleyi bizim üçün qiymətlidir, önəmlidir. Və bizi Azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir. Və hansı ölkədə Azərbaycanlılar yaşamalarından asılı olmayaraq onlar bilirlər və bilməlidirlər ki, onların ana vətəni müstəqil Azərbaycan dövlətidir. Vüsal Qaraca, ASTV Xəbər.